Elə indilərdə Azpulmat bank olmayan kredi təşkilatından bir şikayət aldıq. Vətəndaş Nəsibov Əli Əsədoğlu götürdüyü 70 manat borcu qaytara bilmədiyindən şirkətin nümayəndəsi Orxan Hüseynov tərəfindən hədələrə məruz qalıb, şəxsiyyəti alçaldılıb. Ona zəng ediblər və dialoq belə olub. Mənə bir nömrədən zəng gəlib. Danışan şəxs özünü Orxan Hüseynov kimi təqdim edib. Mənə deyir ki, borcu ödə. Mən də ödəniş edə bilmədiyimi qeyd etmişəm. Və demişəm ki, ya aylığa bölək, ayda 20-30 manat ödəyim, ya da alınmırsa məhkəməyə yönləndirin. Məni qohum və ətrafımda olan insanlara zəng etməklə hədələdi və sonda dedi ki, sən kimsən ki, 147 manatın altında yatan oğlansan da, vətəndaşa belə deyib. Şikayətçi bildirib ki, Azpulmatın ofisində də onunla kobud rəftar ediblər. Ofisləri Nərmanovda Erməni qəbristanlığı tərəfdədir. Ofisə yaxınlaşmışam, deyirlər ki, Orxan Hüseynov adlı əməkdaşları yoxdur. Orada mənə sözdən söz tutub razborkaya gəlmirsən, borcu ödə, pulun yoxdursa telefonunu sat dedilər. Mən onlara bildirdim ki, biz hüquqi dövlətdə yaşayırıq, qanunlarımız gözəl işləyir, bunu ödəmə imkanım yoxdursa aylığa bölməlisiniz. Siz də şərhlərdə yazın, Azpulmat haqqında məlumatınız varmı bu kimi təşkilatlar haqqında? Qarşılaşmısınızmı belə durumlarla?